Baxın, bir mömin var, bir cahil var. Cahillə möminin fərqi nədir? Cahillə möminin fərqi bizim indi bu günləri yaranmış termindən desək, cahil yanı namaz qılmayan, mömin yanı namaz qılan. İstəsən bu günləri bir dənə sorğu keçirsək, sorğunun cavabı bu olacaq. Bir çoxu deyəcək ki, cahil namaz qılmayan, mömin isə namaz qılan. Amma burada məlum olur ki, cahillə möminin fərqi tək namaz qılıb qılmamaqda deyil. Cahil ancaq maddiyatı üçün çalışır. Onu mənəviyyat maraqlandırmır. Möminin cahildən fərqi budur ki, o maddiyat üçün çalışmaqla kifayətlənmir. Həm də çalışır, mənəviyyatı zənginləşsin. Və əlavə mömin maddiyat üçün çalışmaqla kifayətlənmir, mənəviyyat üçün çalışmağı hədəf bilir. Hətta maddiyat üçün çalışmağı müqəddimə bilir mənəviyyata. Maddiyatı da mənəviyyat üçün istəyir. Bax, cahil maddiyatı niyə istəyir? Ləzzət içində olsun. Amma mömin maddiyatı istəyir, mənəviyyatı üçün müqəddimə olsun, bir vasitə olsun. Çünki yaxşı maddiyyat olanda insan biraz da yaxşı ehsan eləyər, biraz da yaxşı ibadət eləyər, biraz da yaxşı ibadətin, ehsanın, yaxşılığın çoxaldar və nəticədə savablar çox olar. Mömin insan cahildən fərqi budur və mömin insan əgər dində, ibadətdədirsə, gərəkdir mənəviyyatı üçün çalışa. Namaz qılır, oruç tutur, məscidə gəlir, mauiziyə qulaq asır. Bunlardan məqsəd nədir? Bunlardan məqsəd təkcə olmamalıdır ki, mənim boynumda olan bir İslami dini vəzifə götürülsün. Namaz boynumda bir vəzifə idi, gəldim, qıldım, təki vəzifə götürülsün boynumdan. Namaz qılırıq, məqsəd bu olmamalıdır. Oruç tuturuq, məqsəd bu olmamalıdır. Məqsəd nə olmalıdır? Bunlar bizim mənəviyyatımızın artmasına xidmət göstərməlidir. Bir namaz ki, mənəviyyatın artması üçün qılınmır, sadəcə boynunda yükdür, qoy qılım qalmasın, qəzaya da getməsin, o namaz insanda təsir qoymaz. O namaz, o oruc insanda təsir qoyar ki, insan məqsədli şəkildə onu yerinə yetirir. Və bilir ki, bu işin mənəviyyatımla birbaşa əlaqəsi var və mənəviyyatıma müsbət mənada təsir eləyir deyə mən bu işləri görürəm. Və əgər bir insan bu ibadətlərə bu məqsədlə gəlsə, çox keçməz ki, həmin ibadətlərin təsirin mənəviyyatında hiss eləyər. Görürsən, bir adam 10 ildə namaz qılır, o təsir ki, namaz oruc buna qoymalıdır, o görsənmir. Niyə? Çünki namaz oruca başqa məqsədlə yaxınlaşıb, ancaq onu tapşırığın boynumda qalmaması üçün yerinə yetirir. Bir var ki, tələbə oxuyur, nə üçün oxuyur? Müəllim bilir, danlayacaq bunu, tapşırıq verib, tapşırıq qalmasın, ona görə oxuyur. Bir də var, yox, elmin artması üçün oxuyur. İndi təsəvvür edin, 5 ildən sonra bu tələbəyə baxın, ona baxın. Fərq olacaq. Bu çalışır evdə, təki bircə tapşırığımı eləyim ki, müəllim səhər görsün ki, tapşırığımı eləmişəm. Amma o çalışır, yox, elmim artsın. Mən daha da bilikli olum, daha da savadlanım. O əlavə işlər də görər, həvəslə yanaşar. Çünki bu məqsəd yönlü yanaşır. Mömin də ibadətə gərək bu cür yanaşa.